Bugünkü çəkilişimizi biz 1994-cü il Ağdam rayonu Güllücə kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olan igidlərimizə və 44 günlük müharibə zamanı şəhid olan Ülvi Həsənov Natiq oğlunun xatirəsinə həsr eləmişik. Uşaqlarını o qədər çox sevirdi, o qədər çox sevirdi ki, heç vaxt uşaqlarından ayrı düşməz idi. Heç vaxt istəmirdi ki, uşaqlarından ayrı düşsün çox. Ay Allah, bizimki də gələrdi, qılçası gələrdi, qolu gələrdi, nə bilim, nəysə bir tikə əti gələrdi, heç olmasa biz də gözümüzü yığardıq bu rəmzi qəbirlərdən. Xönçə apararlar, oğlum, xönçəsini gəlib apararlar, amma mən apara bilmədim. Yalvardı ki, anası, Tamara xala dedi, mənim oğluma İlyas sağ diş dursun. Mənim uşağım subaydı. Arif bir tərəfində dursun, İlyas bir tərəfində. Salihi qoyunlarını alsınlar. Elə bilirəm ki, o əli mənim çiynimdədir. Nətər ki, mən qucaqlayıb həyatda, indi də elə qucaqlayır.